Dostlar 190 barədə keçən dəfə ətraflı danışdıq. Amma nə qədər danışsaq bir verilişə sıxışdırmaq olmur. Bugün istəyirəm mövzuya toxunaq ki, nəyə görə uzaq məsafələrə Grand Touring'ə 190, məhz 190 modeli seçmişik. Bu barədə olacaq. Bunun üçün də gərək bunun keçmişə qayıdıb yaranma tarixinə nəzər yetirək. Dostlar, məsələ ondadır ki, növbəti İsrail-Ərəb müharibəsi vaxtı ərəblər neft istehsalatını azaldırlar kəskin. Buna görə də neftin qiyməti qalxır. Ona görə də iri mühərrikli, iri həcmli maşınların dövrü keçməyə başlayır. Artıq daha yüngül maşınlar, ekonom maşınlar dəbə minir. Bir yandan da Mercedes görür ki, Amerika kimi böyük bazarı BMW tək ağalıq eləyir o bazarda. 3 seriya maşından lüks balaca avtomobillər segmentində təkdir. Bundan sonra Mercedes alimləri, mühəndisləri toplayır bir yerə və bunların qarşısına tapşırıq qoyulur ki, yeni bir avtomobil Mercedes düzəldməli, kompakt, kiçik. Lakin Mercedesə xas olan təhlükəsizlik, komfort, sürət yerində qalmalıdır. Bunun üçün də yeni xəttdən abzasdan tam yeni platformada avtomobilin üzərində işə başlayırlar. Bu minvalla dostlar, 74-cü ildən 82-ci ilə kimi 8 il ərzində 2 milyard marka pul xərclənib yalnız bu modelin ərsəyə gəlməyi üçün. Yeri gəlmişdir dostlar, bilmirəm, bir də məndədir bu xəstəlik. Bu balaca əyri olanda maşını sürə bilmirəm, yer axtarıram, bir cib necə deyərlər ki, saxlayayım, bunu düzəldeyim. Bunun da mənası, keçən nəslin əvvəllərində Mercedes həm gəmilər üçün, həm təyyarələr üçün, həm də avtomobillər üçün mühərrik buraxırdı. Ona görə bunun mənası yerdə, dənizdə və havadadır. Amma şəxsən mənə indiki reallıqda bizim milli interpretasiyada daha xoş gəlir ki, yəni yağın, suyun, benzin töksür. Beləliklə dostlar, 82-də nəhayət maşın ərsəyə gəlir. Mercedesin ilk balaca maşını olduğuna görə qərarı alırlar ki, bunun ən ciddi sınaqdan keçirsinlər. Yəni bu keçdiyi sınağı tarixdə başqa bir maşın keçməyib. İtaliyada Nardin trasında 3 dənə maşın götürdülər. Bu maşınları qarşısına tapşırıq qoyurlar ki, 50.000 kilometr yol qət eləməlidirlər ən minimal zamanda. Deməli, maşınları 250 kilometr sürət yığırlar və beləliklə 200 saat davam eləyir bu test. 50.000 kilometri qət eləyirlər və hər üç maşın dostlar 200 saatdan sonra gəlib çatırlar finişə. Yalnız bir maşında xırda bir detal sınır, xarab olur, sıradan çıxır. Ona görə 2 saat gecikir finişə, amma üçü də maşınlar gəlir. Yəni, sadəcə düşünün də 250 kilometr saatda 2 saat yox, 3 saat yox, 4 saat yox, 200 saat dostlar. 2 saatdan bir maşınlar dayanırdı, yalnız benzin, yağ dəyişməyə, bir də pilotlar dəyişirdi, çünki yorulurdu təbii ki. Ona görə 250-ni hesablayıblar, orta sürət 240. Deməli, maşını 240-dan 200 saat demək olar ki, dayanmadan sürülür. Yəni, analogu yoxdur. Belə bir testdə heç bir maşın keçməyib. Bundan sonra da inanmıram ki, belə bir maşın olacaq, bu testi keçsin. Ona görə də 190 sürən dostlara səslənirəm ki, əslində siz bir çox dünya rekorduna imza atmış yarış maşınına sahibsiniz. Bu arada yarış vaxtı 3 dənə də dünya rekoru qırıb maşın. Ona görə də mənim uzaq səyahətlər arzumla 190 sevdam üst-üstə gəldi. Yəni, başqa marka adı çəkmək istəmirəm. Başqa maşının, retro maşını yığıb ərsəyə gətirsəydim, nəinki Azərbaycan, Bakını da yəqin ki, çalışardım, tərk eləməyim, Bakı ətrafın. Bu maşın o testdən sonra bilirəm ki, yaralı əskər kimi asfaltı gəmirə-gəmirə də olsa, aparıb çatdıracaq mənzil başına. Heç vaxt sahibinə fakt qarşısında qoymur ki, düş da, nə bilirsən elə. Mercedesin bir özəlliyi də var. Fikir vermişsizsə ki, hamı fikir verir, təkər dönəndə Mercedesin yana əyilir. Onun da səbəbi nədir, məqsədi nədir, o barədə danışmaq istəyirəm. Deməli, normalda maşınların amortizator oxu yerə nisbətdə 90 dərəcə düz durur. Təkərdə onun oxu ətrafında sağa-sola dönür. Mercedesdə götürüb amortizatorları maylı qoyublar. Ona görə təkər artıq onun oxu ətrafında dönəndə yana əyilir. Bu da bizə nə verir? Deməli, birincisi yumuşaqlıq. Amortizatorların belə maylı konstruksiyasında nahamarlıqları daha yumuşaq udur. Mercedesin əfsanəvi yumuşaqlığın səbəbi odur. İkincisi də dostlar, unutmaq olmaz ki, bu həm də Mercedesin yarış maşınıdır. Belə konstruksiya ilə yüksək sürətdə iti döngələrə girəndə Mercedes bunun sayəsində ilan kimi girir sürüşmədən pavarotlara. Çünki hesab eləyin ki, Mercedesin qabaq təkərləri motosiklet kimi əyilib döngəyə girir. Bu da döngələrdə böyük performans yaşadır əlbəttə. Maşın xarakteristikalarına, sürüşmədən dönməyinə, qalxmamağına, iki təkərinə səbəblərdən biri də odur.
Dostlar, maşının arxa şildikləri yoxdur gördüyünüz kimi. Rəngdən sonra olacaq. Bunu da elə söz düşmüşkən bu 190Y bəziləri fikirləşir ki, bu E-klass deyil axı, C-klassdır. Niyə burada E var? E hərfi və ya C hərfi rəqəmlərin əvvəlində olanda göstərir klassı. Bu maşın öz klassından əvvəl yaranıb. Yəni maşını düzəldiblər, sonra C-klass fikirləşiblər ki, kiçik həcmli maşınlar bu klassda. Ona görə burada E ya da D rəqəmindən sonra yanacağı göstərir. Məsələ burasındadır ki, ondan əvvəlki Mercedeslər karbürator idi. Bunda artıq yarı injektordur. O E əslində Einspritzung, orada şpris sözü də var. Hərfi mənası bir dəfəlik benzin, oradan şprisdən zırlamaq bir sözlə. D-dəki dizel, yəni o yanacağı göstərir. Rəqəmin əvvəlində olmadığına görə o klası göstərmir o hərflər. Sadəcə dostlar, 90-cı illərdən sonra artıq bütün maşınlar injektorla təmin olduğuna görə artıq yanacağı göstərən hərflər orada yoxdur. Burada hərflər yalnız maşının klassını göstərir. Bir də dostlarımızdan biri kommentdə çox düzgün vurğulamışdı ki, bu mühərriki V6 yox i6'dır. Tamamilə düzgün qeyd olunub. V6 6 silindirlər, 3 silindir sağda, 3'ü solda belə V formasını aldığına görə onlara V6 deyirlər. Bu sıralı 6 silindirdir, bu i6'dır. Mənə sualı ünvanlayırdı izləyicilər ki, dizel mühərrik məsləhət görürsən, yoxsa benzin mühərriyi və yaxud da mexanika korobka. O barədə bir neçə kəlmə istəyirəm sizə danışım. Ümumiyyətlə qərar vermək lazımdır ki, bu maşını nə məqsədlə yığırsınız. Çünki maşın yığmağın formaları var, formatları var. Birincisi odur ki, tam orijinal yığmaq. O ən çətini də odur. Elə maşın tapılmadı. Az probeg olur, bütün detallar özünün olur. Amma o maşının bir mənfi cəhəti var. Onu rahat sürə bilmirsən. Narahat hissi keçirirsən ki, 30 il, 40 il dəyməmiş maşını mən vuraram məsələn və s. Bir variant drift kar yığmaqdır dostlar. Bildiyiniz kimi nadir Mercedes ki, bunun əl tormozu ilə əldədir, əyaqda deyil. Ona görə Mercedesdən drift kar yığmaq istəyəndə məhz 190-a müraciət eləyirlər maşını dostlar. Deməli, uzaq səyahətlər, bir də gündəlik şəhər maşını. Yəni mən bunu alanda həqiqətən fikirləşirdim ki, alım qoyum həyətə, ehtiyac olanda təmirə gedəndə götürüm. Maşın alınan gündən bir gün yatmayıb. Bilmirəm nə sehirdir, o birisi maşınlara ümumiyyətlə oturmuram, ancaq bununla gəzəm. Bu çox qəribə emosiyalar verir mənə. Dizeli unudun. Bizdə dizelin səviyyəsi çox aşağıdır. Ekonomiya demək olmaz ona. Hə, ola bilər gündə 1-2 manat irəli düşürsünüz. Amma nəzərə alsaq solyarka motorun təmiri bahadır, qəlizdir. İlin axırında hesablayanda eyni qapıya çıxır. Yəni həmin pulu verirsiniz. Sadəcə dizel bütün insan qanın qaraldır da, tüstüləyir, şaqqıldayır. 4 silindir də çox asdı dostlar. Bu maşının boyuna buxununu anlamayın, bunun çəkisi var axır. Bu müasir su ağırlığında təxminən. Ona görə 1.8, 2 motor onlar artıq birincisi zəifdir, ikincisi artıq onlar öz resursun yaşayıblar, onların dövrü keçib. 6 silindir mühərrik balaca maşında resursu çox olur. Yəni elə bil şirin ürəyin pişiyə qoyublar da. Bu çox naqruskada işləmir. Belə olanda mühərrikində resursu sonsuzdur. Sadəcə dostlar, bəzi şeyləri kamera ilə çatdırma olmur da. 6 silindir maşının işləməyi ümumiyyətlə, onun xarizması. Mən muzikanın xodunu azaldıram ki, mühərriki dinləyim. V6 və ya i6 istənilən 6 silindir motor buna gedən daha məsləhətdir. Benzini eyni işlədir dostlar. Amma deyək ki, Grujonu yüklü gedəndə, uzun prisepli bir maşını keçməyə başlayanda onda 6 silindirə təşəkkür eləyəcək. Təhlükəsizlik nöqteyi nəzərdən 6 silindir əlbəttə istənilən vəziyyətdən sizi çıxardır. Bir də mexanika, bir də avtomat dostlar. Mən mexanikanın əgər drift kar yığmırsınızsa, bilmirəm harada sürməyə fikriniz var. Yəni Bakı şəhərində 24 saat ərzində elə bir vaxt yoxdur ki, mexanika ilə rahat maşın sürmək olsun. Yəni bir neytral əziyyət. Bir şeyin ki, avtomatda mexanikası qədər etibarlıdır. Və yekunda dostlar, mən necə görürəm bu maşını nə üçün yığıram, hansı məqsədlə və nə eləmək planlarım var. Hal-hazırda öz mühərriki əladır. Yeganə ötürücülər qutusu 4'dür, azdır. 100-dən sonra narahatlıq keçirdir. Ona görə hələlik buna 5 ötürücü avtomat qoyacağam. Gələcəkdə amma ümumiyyətlə planda var ki, 99 və ya 2000-ci ilin maşının donor maşın tapıb, mühərrik, korobka, most, beyin, lazer açar, W202-ni elə bil
tam buna keçirdəcəklər. Mənə görə 190 üçün ən ideal variant odur. Çöldən olacaq 190, amma daxili bütün aqreqatlar olacaq W202-yə aid. Dostlar, bununla da necə deyirlər, informativ xarakterli verilişlərimiz sona çatır. Yəni maşın barədə lazımı nə lazım idisə, nə lazım bilirdimsə, digər videolarımızda da baxmamısınızsa var bu barədə. İndi dostlar, bundan sonra yenə qaldığımız yerdən davam maşını yığacağıq ideal vəziyyətə. Təkərlərindən tutmuş rənginə kimi, mühərrikinə kimi. Papaq altlı ustalar var, professional onları tapırıq. Onlarla əməkdaşlıq edirik. Bu maşını ideal vəziyyətə gətirənə qədər izləmədə qalın, kanala abunə olun, like düyməsini basmağı unutmayın. Bu bizə əlavə motivasiya verir. Sağ olun, gələn görüşlərə dək.